Hər bir beynəlxalq təşkilatdan istəyimiz bərabər hüquqlu münasibətlərin qurulmasına üstünlük vermələridir. Bunu Yeni Çağ açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. O, Amnesty International təşkilatının Azərbaycanda insan haqları ilə bağlı qərəzli hesabatına münasibət bildirib. Millət vəkili qeyd edib ki, mütəmadi olaraq ölkəmizə qarşı göstərilən qərəzli mövqeyini təəssüflə qarşılayırıq. Çox təəssüf olsun ki, mütəmadi olaraq Azərbaycana qarşı qərəzli mövqe sərgilənibdir və xüsusilə də Azərbaycanın daxili işlərinə qarışmaq, Azərbaycana məhz bu sadalanan məsələləri təzyiq aləti kimi istifadə etmək cəhdlərini biz görmüşük. Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində yaxından iştirak etməsinə baxmayaraq, biz elə Avropa təsisatlarında da bu cür ikili standartlarını həmişə görürük və çox təəssüf olsun ki, erməni diasporunun birbaşa təsiri altında onlar Azərbaycan əleyhinə bu cür xəbərlər yayırlar və öz hesabatlarında hər zaman Azərbaycanı pisləməyə, Azərbaycanın mövqeyini aşağı salmağa çalışırlar. Xüsusilə də 44 günlük Vətən müharibəsindən sonra, Azərbaycanın 2023-cü ildə suverenliyi bərpa etməsindən sonra Azərbaycana qarşı təzyiqlər daha da artıbdır. Çünki faktiki olaraq həmin güclərin əlində Azərbaycana qarşı bir təzyiq aləti yoxdur və bu baxımdan da bu məsələləri onlar daha çox qabarıq şəkildə önə çıxardaraq Azərbaycana bir növ təzyiq etmək istəyirlər. İstənilən halda Azərbaycan öz mövqeyində qətidir və mən düşünürəm ki, xatırlayırsınızsa Azərbaycan USAID-nin də fəaliyyətindən bağlı rəsmi mövqeyi ortaya qoymuşdu və bu təsisatlarla bağlı da Azərbaycan rəsmilərinin dəfələrlə bir açıqlamalarını görmüşdük və hal-hazırda soyuq müharibədən qalma olan bu təsisatlar görürsünüz ki, hətta Amerika Birləşmiş Ştatlarının prezidenti Trump tərəfindən də tənqid edilir və onların fəaliyyətinə demək olar ki, artıq əvvəlki qədər maliyyə dəstəyi verilmir. Göründüyü kimi bu təsisatların hətta böyük əksəriyyəti bir çox dövlətlərin xarici kəşfiyyat orqanları ilə bağlıdır və onlar konkret olaraq sifarişlər həyata keçirdirlər və bu təsisatlarda cəmləşən ekspertlər, bu təsisatların işçiləri çox vaxt həmin dövlətlərin xüsusi xidmət orqanları ilə yaxın əməkdaşlıq edirlər və onların sifarişlərini yerinə yetirirlər. Bizim yolumuz və mövqeyimiz bəllidir. Heç bir dövlətin daxili işlərindən qarışmırıq və hər kəsdən, hər bir dövlətdən də, hər bir beynəlxalq təşkilatdan da istəyimiz ondan ibarətdir ki, bərabər hüquqlu münasibətlərin qurulmasına üstünlük verək. Və gördüyünüz kimi biz öz təhlükəsizliyimizi özümüz təmin edirik, biz öz suverenliyimizi özümüz bərpa etmişik və həmin güclər, həmin dövlətlər də mən düşünürəm ki, ilk növbədə öz dövlətlərinin daxilindəki məsələləri, problemləri həll etsinlər daha yaxşıdır. Və bu cür hesabatlara, bu cür yazılara da mən açıq deyim, inanmıram, çox da ciddi yanaşmıram. Çünki əgər bunlar həqiqətən də hansısa bir problemi həll etmək istəsəydilər, 30 il ərzində Azərbaycanın başına gətirilmiş o müsibətlər, o bəlalara görə Ermənistanın siyasi rəhbərliyində təmsil olunan şəxslərə qarşı və yaxud da Ermənistanın özünə qarşı bir sanksiya tətbiq edədilər. Biz bunu görməmişik, görmədik və bu günlərində görmürük. Əksinə Ermənistanı silahlandırırlar. Təsəvvür edin ki, sülh fondu Ermənistana maliyyə dəstəyi verir, silah dəstəyi verir. Və yaxud o demokratiyadan, insan haqlarından, azadlıqdan danışan dövlətlər özünün müstəmləkə siyasət həyata keçirir və bu təşkilatlar da həmin dövlətləri ilk sıralarda nümunə kimi başqalarına göstərir. Gördüyünüz kimi bu hesabatlarda qərəz var və bu hesabatlar konkret olaraq hədəflərinə çatmaq üçün atılmış addımlardır. Ona görə də mən bu hesabatı ümumiyyətlə ciddi qəbul etmirəm və